Salam uşaqlar. Bugünkü dərsimiz 7-ci sinif ümumi tarix dərslərimizin 19-cu paraqrafı olan İngiltərə mövzusunda olacaq. Biz bugün sizlərlə İngiltərənin 11-15-ci əsrlər və yaxud da klassik feodalizm dövrü haqqında danışacağıq. Gəlin mövzumuzun əsas hissəsini keçməmişdən əvvəl İngiltərənin xəritədə mövqeyinə nəzər yetirək. Belə ki, İngiltərə Avropanın şimal-qərbində yerləşən Britaniya adasında meydana gəlmiş bir dövlətdir. Onu Avropanın əsas hissəsi ilə La Manş boğazı ayırırdı. Elə 11-ci əsrdə İngiltərə ərazisinə Fransadan gəlmiş Vilhelm də məhz La Manş boğazını keçərək buraya daxil olmuşdu. Gəlin baxaq, Normandlar gələrkən İngiltərədə kimlər yaşayırdı? Bu əraziləri 9-cu əsrdə istila etmiş Vikinglər və daha öncədən burada məskunlaşmış Anglo-Saksonların tədricən qaynayıb qarışması nəticəsində yaranmış İngilis xalqı, lakin bu xalqın feodallaşma prosesi, eləcə də ölkənin mərkəzləşməsi Normandların adı ilə bağlıdır. Belə ki, Fransanın şimal-qərbində yerləşən Normandiya hersoqu Vilhelm iddia eləyirdi ki, İngiltərənin mərhum kralı onunla qohum olub və bu ərazilər ona vəsiyyət olunub. O gəlib İngiltərə taxtına çıxmağa iddia eləyirdi. Ona görə də bunu əlində bəhanə eləyərək 1066-cı ildə İngiltərə ərazisinə daxil oldu. Tərəflər arasında Hastings döyüşü baş verdi. Hastings döyüşündə ilk əvvəl əslində İngiltərənin yerliləri, yəni Anglo-Saksonlar üstünlük təşkil eləyirdilər. İngilislər üstünlük təşkil eləyirdilər. Amma Vilhelm hərbi hiylə işlədir və döyüşün taleyini öz xeyrinə dəyişməyə nail olur. Beləliklə İngiltərə əraziləri Normandlar tərəfindən ələ keçirilir və burada mərkəzləşmiş dövlətin əsası qoyulur. Mərkəzləşmiş dövlət deyəndə nə başa düşürük? Biz bundan əvvəl keçdiyimiz Fransa və İtaliya mövzusunda demişdik ki, burada çoxlu özünü idarə etmə hüququ olan şəhərlər var idi. Feodallar güclü idi, bir çox hallarda kralla hesablaşmırdılar. Amma İngiltərədə belə bir məsələ yox idi. Belə ki, Vilhelm İngiltərəni işğal etdikdən sonra bütün əraziləri öz mülkü, kralın mülkü elan elədi. Bundan başqa, torpaqların demək olar ki, çox böyük bir əksəriyyətini özü ilə gətirdiyi Normandlar, yəni öz tərəfdaşları arasında bölüşdürdü və əhalini dəqiq olaraq siyahı alma keçirtdi. Hətta bu siyahı almanı onlar Məhşər kitabı və yaxud da Məhşər dəftəri adlandırırdılar və Vilhelm deyirdi ki, bu dəftərdə adı olan heç bir kəs kralın itaətindən çıxa bilməz, belə deyək. Təbii ki, əgər o öz adamlarını həmin şəhərlərə, həmin ərazilərə rəhbər təyin eləyibsə, onlar ondan hesablaşmaq şərti ilə idi bu. Və bunun nəticəsi olaraq da İngiltərədə kral hakimiyyəti çox güclü idi. Yəni ki, həmin adamlar kralla hesablaşırdılar, siyahı almış kəndlilər vergini toplayır və birbaşa kral xəzinəsinə gətirirdi. Buna görə də İngiltərədə Avropanın digər ərazilərinə baxdıqda mərkəzləşmə prosesi daha tez başa çatdı, kral hakimiyyəti də daha güclü idi. Bütün şəhərlər də kralın mülkləri, kralın mülkündə hesab olunurdu və Avropanın digər əraziləri üçün keçərli olan vassalımın vassalı mənim vassalım deyil ifadəsi, hansı ki biz 7-ci sinifin əvvəlində öyrənmişdik. İngiltərə üçün artıq 11-ci əsrdən sonra keçərli hesab olunmayacaq. Norman işğalının İngiltərə üçün nəticələri verilib kitabımızda. Deməli, baxırıq siyasi nəticələr və sosial-iqtisadi nəticələr. Siyasi nəticələr deyəndə, ümumiyyətlə siyasi məsələlər dedikdə biz dövlətlərin idarə etmə quruluşları ilə bağlı olan məsələləri nəzərdə tuturuq. Sosial-iqtisadi məsələlər isə təbii ki, əhalinin güzaranı ilə, ölkənin iqtisadiyyatı ilə, maddi durumu ilə, belə desək, kobudluğu dildə desək, bağlı olan məsələlərdir. Norman işğalının İngiltərə üçün siyasi nəticələri ondan ibarət oldu ki, burada kral hakimiyyəti gücləndi, ölkənin siyasi birliyi möhkəmləndi və İngiltərədə mərkəzləşdirilmiş dövlətin əsası qoyuldu. Sosial-iqtisadi nəticələrdən danışdıqda isə feodallaşma prosesi başa çatdı, yəni feodal münasibətlər İngiltərədə tam olaraq oturuşdu. Kəndlilər isə əsasən təhkimli vəziyyətinə düşdülər. Təhkimçilik nə demək idi? Üzr istəyirəm. Biz bunu əvvəlki mövzularımızda danışmışıq. Yəni, kəndlinin yaşadığı ərazidən başqa bir yerə köçüb getməsi qadağan olunurdu. Həmin ərazidə yaşamalı və
yəni bütün məsələlərdə kralla hesablaşmalı idi. Daxili və xarici ticarət genişləndi. Bunun üçün də Vilhelm tədbirlər görmüşdü. O ticarətin inkişafı, şəhərlərin, sənətkarlığın inkişafı üçün bir çox tədbirlər həyata keçirtmişdi. Eləcə də xarici ticarət əlaqələrini də genişləndirmişdi. Mərkəzləşmə prosesi 2-ci Henrixin dövründə daha da gücləndi. Belə ki, 2-ci Henrix islahatlar keçirdi. Bu islahatlar hərbi, məhkəmə və iqtisadi sahədə olan islahatlar idi. Belə ki, ölkədə vahid kral məhkəməsi yaradılır. Artıq hər kəs müəyyən bir ödənc verməklə birbaşa kral məhkəməsinə müraciət eləyə və öz probleminin kral məhkəməsində müzakirə olunmasına nail ola bilərdi. Yəni bu da nəyə gətirib çıxardırdı? Əslində deyə bilərsiniz ki, bunun nəticəsi nədir? Bu vaxta qədər İngiltərədə bir növ ağsaqqalların və yaxud da ki, hər tayfanın öz qayda-qanunları keçərli idisə, artıq vahid qanunlar, vahid məhkəmə fəaliyyət göstərirdi. Daha sonra qalxan pulu adlı bir vergimiz təyin olunacaq 2-ci Henrixin dövründə. Hər bir feodal, daha doğrusu hərbi xidmətdə iştirak etmək istəməyən, hərbi xidmət göstərmək istəməyən hər bir feodal qalxan pulu adlı bir vergi verməli idi və həmin ödəniş hesabına da kral muzlu cəngavər ordusu saxlayırdı. Və bunun nəticəsi nədən ibarət olacaqdı? Kral artıq muzlu ordu nə demək, pullu əsgərlər saxlaya bilir. Pullu əsgərlərdə, yəni artıq kral bir növ baronların, cəngavərlərin onun üçün hərbi xidmət göstərməsinə möhtac deyil. İstədiyi vaxt pul hesabına özünə bir ordu yarada bilərdi. Elə burada da qeyd olunub ki, bu da kralı baronların asılılığından azad etdi. Və bundan başqa da deyir ki, hər bir azad şəxs öz əmlakına uyğun olaraq müəyyən bir, belə deyim də, silah və yaxud da döyüş geyimi, at saxlamalı, malik olmalı idi ki, lazım gələrsə kralın çağırışına gedə bilsin. Və bütün bu islahatlar kralın hakimiyyətini biraz da gücləndirdi. Və artıq nə deyir? Deyir ki, burada belə bir cümlə keçir. Deyir ki, 12-ci əsrin sonunda Normanlar İngiltərənin yerli əhalisi ilə tədricən qaynayıb qarışmağa başladılar və dil fərqləri aradan çıxdı. Bu nə deməkdir? Normandlar Fransadan gəlmişdi, eləmi? Yəni bunlar fransızca danışırlar. Yerli əhalinin dili isə başqadır. Yəni əhalinin aşağı təbəqəsi öz dilində danışırdı. Yəni yerli İngiltərədə mövcud olan Anglosaksonların dilində. Yuxarı təbəqə, hansı ki, məsələn, Vilhelmdə biz gördük ki, bütün torpaqları öz adamlarına payladı. Yəni dolayı yolla desək, İngiltərədə artıq böyük torpaq sahiblərinin hamısı Normandlardır. Bunlar da təbii ki, fransız dilində danışırlar. Amma artıq bir əsr sonunda, 12-ci əsrin sonunda yavaş-yavaş bu dil fərqləri aradan çıxdı və iki dilin qaynayıb qarışması nəticəsində bugünkü ingilis dili də meydana gəlmiş oldu. Baxırıq başqa nə var? Bu 2-ci Henrixin islahatlarıdır, haqqında danışdığımız məsələlər. Qayıdırıq mövzumuzun davamına, parlamentin yaradılması. Uşaqlar, dünyada müasir parlament quruluşunun əsası 13-cü əsrdə İngiltərədə qurulmuşdu. Belə ki, İngiltərə tarixində ilk dəfə olaraq 1265-ci ildə parlament çağırıldı və bu parlamentdə iri feodallar, ali ruhanilər, cəngavərlər və şəhərlərin nümayəndələri fəaliyyət göstərirdi. Parlament ilk vaxtlar kralın yanında, yəni bir növ ilk vaxtlar məşvərətçi rol oynayırdı. Belə ki, kral vergiləri parlamentlə razılaşıb təyin edə bilərdi. Amma 14-cü əsrdən artıq parlament qanunların verilməsində iştirak etməyə başladı və bir növ qanunverici fəaliyyətdə də öz təsirini göstərirdi. Gəlirik 14-cü əsrə. Biz Fransa mövzusundan bilirik ki, 14-cü əsrdə Fransa ilə İngiltərə arasında 100 illik müharibə başlamışdı və bu müharibənin gedişində daha bir bəla olan qara ölüm və yaxud da vəba epidemiyası Avropaya yayılmışdı və bu
epidemiya müharibədən daha çox insanın ölümünə səbəb olmuşdu. İnsanlar ölür, işçi qüvvə azalır. Buna görə də, kral belə bir qayda qoyur ki, 12-60 yaş arası hər kəs, hansı ki özünün, əmlakı yoxdur, aşağı əmək haqqı ilə, dövlət üçün işləməyə məcburdular. İmtina eləyənləri isə ağır formada cəzalandırırdılar. Hə, bu qanunlar çox amansız idi. Yəni uşaqdan artıq 60 yaşa qədər insanlar, yəni qoca sayılırlar, uşaqlı, qocalı hər kəsi məcburi şəkildə az əmək haqqı ilə işlədirdilər. Yəni bir növ istismar eləyirdilər və əhali arasında təbii ki, narazılığa və üsyanlara səbəb olmuşdu. Belə mübarizələrdən biri Robin Hood haqqında rəvayətlər və yaxud da əfsanələrin yaranmasına gətirib çıxartmışdı. Bəlkə də filmlərdən, nağıllardan Robin Hood haqqında eşitmisiniz. O gizli şəkildə gəlib insanların qapısına pul qoyurdu və yaxud da ki, yemək qoyurdu, yuxarı təbəqədən alıb aşağı təbəqəyə paylayırdı. Bundan başqa biz Fransa mövzusuna Jaklar üsyanı keçmişdik. Eləcə də Fransada da o Taylerin başçılığı ilə 1381-ci ildə kəndli çıxışları baş verdi. Eynilə Fransada olduğu kimi ingilislər də hesab eləyirdilər ki, kralın bütün bunlardan xəbəri yoxdur, feodallar kəndliləri istismar eləyir, amma kralımız xeyirxahdır və əgər bütün bunlardan xəbəri olarsa, bizə kömək eləyəcək. Beləliklə onlar kralla görüşmək və öz tələblərini irəli sürürlər. Belə ki, tələblər nədən ibarət idi? Təhkimçilik ləğv olunsun, yəni kəndlilər əgər güzəranıb-isə başqa bir yerə köçüb gedə bilsin. Biyar nə idi? Biyar kəndlilərin məcburi əməyi idi. Əvəzi ödənilmədən feodalın torpağında məcburi işləməsinə deyilirdi. Eyni zamanda vergilər də azaldılsın, yəni qaydalar nisbətən yumşaldılsın. Kral əvvəlcə tələblərlə razılaşır, amma daha sonra hiyləyə əl ataraq xəyanət, vasitəsilə, kəndlilərin üsyanını yatırır, amma buna baxmayaraq üsyan məğlub olsa da belə qaydaların nisbətən yumşaldılmasına, gətirib çıxardır. Eləcə də kəndlilərin təhkimçilikdən tam olaraq azad etməsə də, azad olunmasının, sürətlənməsinə gətirib çıxardır. Son olaraq gəlirik Al Qızılgül və Ağ Qızılgül müharibələrinə. Bu müharibələr uşaqlar İngiltərədə 100 illik müharibədən sonra baş verir. Belə ki, müharibə bitib, ingilislər müharibədən məğlub, çıxıblar. Fransadakı torpaqların da demək olar ki, hamısını itiriblər. Biz Fransa mövzusunda demişdik ki, İngiltərənin əlində sadəcə Kale limanı qalmışdı Fransa ərazisində. Və beləcə bir növ o aqressivləşmiş feodal qruplar arasında hakimiyyət uğrunda müharibə baş verir. Və bu müharibə edən tərəflər əsas qrupların birinin bayrağında al, yəni qırmızı qızılgül, digərində isə ağ rəngdə qızılgül olduğuna görə bu müharibəni Al Qızılgül və Ağ Qızılgül müharibəsi adlandırırdılar. Və bu müharibə 1455-85-ci illəri əhatə eləyirdi. Yəni 30 il davam eləyən bir müharibədir. Nəticədə yəni bu feodal qruplar bir-birlərini qırırlar və müharibənin sonunda Tudorlar sülaləsi hakimiyyətə gəlir. Tudorların hakimiyyətə gəlməsi ilə müharibə başa çatmış olur. Taxta Tudorlar sülaləsinin banisi olan Henrix Tudor və yaxud da 7-ci Henrix gəlir və bununla da mütləq monarxiyanın yaranması prosesi başlayır. Mütləq monarxiya nə deməkdir? Yəni kralın sözünün konkret olaraq qanun olması. Yəni kralın sözü keçərlidir, mütləq hakimiyyətdir. Kral heç kəsdən hesablaşmadan son sözü kral deyir. Tamam, parlament var, amma son söz krala məxsusdur. Biz buna mütləq monarxiya deyirik və mütləq monarxiyanın yaranması prosesi də Tudorların hakimiyyətə gəlməsi ilə başa çatmış olacaq. Tudorların deməli sonuncu nümayəndəsi 1-ci Yelizaveta. Onun dövründə İngiltərədə vəziyyət daha da yaxşılaşır. Hətta Yelizavetanın dövrünü biz İngiltərənin qızıl əsri adlandırırıq. İngiltərə dənizlərdə üstünlüyü ələ alır. Belə ki, onların İngiltərədə rəqibi Şotlandiya idi və o dövrdə Şotlandiya Avropada
dənizlərin məğlub edilməz qüvvəsi hesab olunurdu. Hətta öz donanmalarını da məğlub edilməz armada adlandırmışdılar. Lakin 1588-ci ildə 1-ci Yelizavetanın başçılığı ilə ingilislər İspanların məğlub edilməz donanmasını məğlubiyyətə uğratmağa nail olurlar və İngiltərənin mövqeyi daha da güclənir. Eee, və deməli İngiltərə bununla yanaşı həm də Şimali Amerikaya artıq səfərlər etməyə başlayırlar. Burada koloniyalar qurmaq istəyirlər. Hətta İngiltərədən Avropaya kartof və tütün də gətirilir. Mən keçən mövzumuzda demişdim, Fransa mövzusunda vilayətlərin müəyyən bir sahədə ixtisaslaşması məsələsi və orada misal olaraq çəkmişdik ki, tutaq ki, bir tərəf kartof becərir, bir tərəf tütün becərir və dedim ki, həmin vaxt hələ kartof yox idi. Baxın, kartof artıq gəldi. Kartofu Avropalılar məhz Amerikadan gətirdilər və İngiltərədə Yelizavetan dövründə bu bitkinin becərilməsinə başlanıldı. Mövzumuz bununla sona yetir uşaqlar. Elə bugünkü mövzumuza da Tudorlara da 1-ci Yelizaveta ilə son qoyuruq. Çünki Yelizavetadan sonra Tudorların hakimiyyəti başa çatacaq. Yelizaveta İngiltərə taxt-tacına o qədər sadiq idi ki, öz işi ilə məşğul olmağa o qədər özünü həsr etmişdi ki, o hətta ailə həyatı belə qurmur, onun övladı varisi olmur. O belə bir ifadə işlədirdi ki, mən İngiltərə taxt-tacı ilə evliyəm. Ona görə də Yelizavetadan sonra hakimiyyətə gələsi varisi olmadığı üçün Tudorlar sülaləsi başa çatır və növbəti il inşallah 8-ci sinifdə oxuyanda siz İngiltərə taxt-tacının növbəti varisləri haqqında öyrənəcəksiniz. Hər kəsə uğurlar.